Salam əziz izləyicilər, smart tipli qaz sayğaclarına balans yükləmə problemi aradan qalxıb. Biraz əvvəl bu barədə sizə məlumat vermişdim, amma izləyicilər arasında çoxsaylı şərhlər var ki, onların problemin hələ də həll olunmadığını qeyd ediblər şərhlərdə. Bəziləri yükləyə bilmədiklərini, karta balans yükləyə bilmədiklərini, bəziləri isə yüklədikləri balansın sayğaca keçmədiyini, yəni sayğacda əks olunmadığını qeyd etmişdilər. Mən biraz əvvəl karta balans yüklədiyimi qeyd etmişdim, amma sayğaca yüklənməni qeyd etməmişdim. Artıq sayğaca da deməli balans yüklənir. Mən prosesi həyata keçirdim və əyani şəkildə şahidi oldum. Artıq kartın balansı sayğacda əks olunub. Bizdə e-tron smart kart tipli sayğacdır, bəziləri Zennerdir, başqası da ola bilər. Amma bizdə deməli problemin həll olunması o demək deyil ki, bütövlükdə ölkə üzrə smart tipli qaz sayğaclarında olan nasazlıq, texniki problem aradan qalxıb. Ola bilər ki, yenə də bəzi sayğaclarda problem qalsın. Hazırda normal, yəni e-tron tipli smart qaz sayğacı normal vəziyyətdə işləyir. Karta balans yükləmək olur və sayğacda da həmin balans əks olunur. Onu da əlavə edim ki, sabit tarif olaraq karta yüklənən balans sayğacda əks olunan zaman həmin 1 manat avtomatik olaraq çıxılır. Yəni əgər karta 20 manat balans vurubsunuzsa, aylıq sabit tarif olaraq 19 manat sayğacda əks olunur. Yəni 1 manat sabit tarif kimi avtomatik çıxılır.